Ürək xəstəlikləri uşağa daha çox atadan yoxsa anadan? Ən populyar sual əslində 50-50-dir. Biz ana bətnində belə bir uşaq dünyaya gəldiyini bilsək, Sonlandırarıq. kəsinliklə. Bəzi qüsurlar var ki, biz heç bir şey eləmirik, saxlayırıq. Yəni, dünyaya gəldikdən sonra özünə bağlanır. Bu uşaqlar ümumiyyətlə daim həkim nəzarətində mi qalmalı və daim dərman mı qəbul etməlidir? Xeyr, elə asla elə bir şey yox. Qüsur deyib də evdə yas tutmaq lazım deyil. Öz-özünə bir panika edib qatılmaqdansa, vaxtında həkimə müraciət eləsin, həkimlə gərəkən nə isə onlara köməklik göstərəcək. Xoş gördük hər birinizi dəyərli dostlar, dəyərli izləyicilər. Bugün genetik ürək xəstəliklərindən danışacağıq. Uşaqlara irsi yolla keçən ürək xəstəlikləri necə formalaşır, gələcək yaşlarda hansı fəsadlar üzə çıxır və bu xəstəliklərin müalicə və müayinəsi necə aparılır? Bugün müsahibəmizdə geniş formada bu mövzuya aydınlıq gətirəcəyik. Studiyamızın qonağı Azərbaycan Tibb Universitetinin müəllimi, Səhiyyə Nazirliyi və Təbibdə Uşaq Kardiologiyası üzrə baş mütəxəssis, ekspert, uşaq kardioloqu Elnur Həkim İmanovdur. Xoş gördük. Xoş gününüz olsun. Necəsiz Elnur Həkim? Təşəkkürlər, çox sağ olun. Şükür bu gününüzə. Elnur Həkim, irsi yolla ötürülən ürək xəstəliklərindən gəlin öncə izləyicilərimizə məlumat verək. Bu xəstəliklər necə olur və necə ötürülür uşaqlara? İrsi xəstəliklər, yəni genetik xəstəliklər deyirsiniz. Təəssüf ki, anadan gəlmə ürək qüsurunun oluşmasında genetik faktorlar və irsi faktorlar çox önəm daşımaqdadır. Nəsil icabətdə, böyüklərində, atasının, anasında və ya babalarında, əmilərində, soy ağacında birisində genetik ürək xəstəliyi varsa, da Down sendromu, yəni Klinefelter sendromu və ya başqa hər hansı bir sendrom, onların uşaqlarında da olma ehtimalı var. Ona görə buradakı bizim ən vacib amil valideynlərə məlumatlandırmaq ki, hörmətli valideynlər, öncə siz öz soy ağacınıza bir araşdırın. Soy ağacınızda genetik bir xəstəlik varmı, kimsə yoxsa yox. Varsa mütləq sürətdə ailə qurduqdan sonra, yoldaşa hamilə qaldıqdan sonra bunu ginekoloq bilməlidir. Və bildikdən sonra bu pasiyenti uşaq kardioloqa yönləndirəcək bəlli bir dönəm zamanı, hamilənin 16-cı, 20-ci həftələr arasında ki, biz ona genetik bir müayinəzət aparacaq özü. Ancaq biz o genetik şübhəsi ilə o qadına fetal ekokardioqrafi eləməliyik, dölün inkişafı barədə məlumat verməliyik. Çünki deyəlim ki, Down sendromlu bir şübhə var. Nəsil icabətdə Downlu uşaqlar var, böyükləri Downludur və s. Çünki niyə Down deyirəm? Ən populyar o xəstəlik odur. Xalq arasında bunu çox tez rastlaşır. Ancaq o qədər xəstəlik var ki, cəmaət heç onlarda adını bilə bilmir. Ancaq yəni misal o Down'dan götürdüm. Yəni varsa mütləq sürətdə zaten ikili, üçlü testlər edilir və bəzi zaman testlərdə də çıxmır. Ancaq ürək tərəfindən mütləq qoyulmalıdır. Çünki o xəstədə artıq 50%-də anadan gəlmə ürək qüsuru olma ehtimalı yüksəkdir. Ona görə də nəzarətdə saxlamaq lazımdır, dəyərləndirmək lazımdır. Ötə pasiyentləri, yəni soy ağacı önəmli faktordur. Mən zaten yanımıza gələn bütün pasiyentlərə sorğulayıram. Soy ağacınızda genetik və ürək xəstəsi varmı, kimsə yoxsa yox. Varsa o bizim üçün önəmli bir faktordur ki, onun qabağını alınsın öncəliklə. Ürək xəstəlikləri uşağa daha çox atadan yoxsa anadan? Ən populyar sual. Yəni atanın faktoru var, ananın. Əslində 50-50-dir. Bəzi zaman yəni də kişi faktoru daha çox önəmli olur. Qadın sağlıqlıdır, kişinin fermon pozğunluğu var, müalicə görə androloji müalicələr mənşələ oradan gəlir. Yəni bu dəqiqə illə ki, qadın günahkardır, elə bir ifadə yoxdur. Yəni, son zamanlar androloji müayinələr kişilərdə o qədər çoxalıb ki, hər zaman zəif, güc qadınlar olduğu üçün onları yükləməyə çalışırlar. Qadınlar günahkardır və s. və xeyr, elə bir şey yoxdur. Yəni, bu dəqiqə 50-50-yə bəzi zamanlarda kişi faktoru daha üstün çıxır. Əgər hamiləlik müddətində uşaqda ürək qüsuru aşkarlanıbsa, bunun hansısa bir müalicə üsulu varmı ana bətnində? Ana bətnində müalicə üsulu varmı? Yəni, ürək qüsuru aşkarlandı. Bu dəqiqə Azərbaycanda elə bir müalicə üsulu yoxdur. Ancaq dünyada, Amerikada aorta qapağının darlığı, təhsil aldığım dönəmində orada oldum, görmüşdüm o əməliyyatı. Çox həyat etmə belə çox çətin bir şeydir. Ana bətni aorta darlığı aradan qaldırırlar. Ancaq müalicəsindən daha çox biz informativ fikir sahibi oluruq. Neyimiz var, neyimiz nə dünyaya gəlir, bu hamiləlik sonlandırılsınmı, bu hamiləlik davam edilsinmi? Bir müzakirədən söhbət gedir. Məsələn, mən hər zaman sizə müsahibələrdə canlı misallarla danışıram. Çox kitabi ifadələr istifadə eləmirəm. Dünən məsələn bizim iş yerimizdə bir hipoplastik sol kalp sendromu diaqnozu ilə məni çağırdılar. Qusardan bir körpə köçürüldü iş yerimizə.
təcili deyilib ki, orada uşaqda ürək qusuru var. Təbii ki, cənqiz bəlli deyil və mən bayram olmağına baxmayaraq, tatildə olmağımıza baxmayaraq, özümüzə borc gibi deyik, getdik o uşağı müayinə elədik və təəssüf ki, sol ürək boşluğu inkişaf geriliyi bir diaqnozu ortaya çıxdı və o pasiyentə artıq, yəni bundan sonra 3 mərhələli əməliyyatlar keçirəcək və o icbari sığorta qarşılanmır. Hər əməliyyatın qiyməti 20-30 min arasında dəyişir və ondan da başqa olan əməliyyatlar da olsa o uşaq heç vaxt sağlam, sıfır ürək yaranmamış bir uşaq olmayacaq. Yəni yaşamaq üçün dəstək olacaq. Nədən? Nədən? Bunun vaxtında bir screening, tarama protokolu müayinəsi aparılmadı. Biz ana bətnində belə bir uşaq dünyaya gəldiyini bilsək, sonlandırardı. Kesinlikle. Ki yəni həm ailəyə ziyandır, həm ana-ataya ziyandır, həm qadına da faktorlar var. Artıq bunlardan sonra yenə də belə qusurlu uşaq dünyaya gələcəksə, yəni 30% bunlarda belə bir rəqəmlər mövcuddur. Ona görə də yəni vaxtında aparılan müayinələr çox önəm əhəmiyyət təşkil edir. Nəinki sonraki müdaxilələr. Diyelim ki, hipoplazik sol kalp sendromu dediğimiz ürək boşluğu sonra inkişaf eləməmək. Biz ana bətnində bilsəydik, müalicəsi sonlandırılmasıdır. Ki sonra da bu ailə və uşaq da özü əziyyət çəkməsin. Və iləride bu ailədə belə bir qusurlu uşaq dünyaya gəlirsə, sonladıktan sonra ona göbək kordonundan qan analizi götürüb genetika yönləndirilir. Araşdırma aparılır. Nədən? Bunlarda bu uşaq belə ağır qusurlu dünyaya gəlir və mənşə bəlli olandan sonra təbii ki, ona görə tədavi protokolu tənzimlənmiş olur. Valideynlərə ən çox qorxudan bir məsələ, məsələn, birinci uşaqda genetik ürək problemi aşkarlanıbsa, ikinci və növbəti uşaqlarda bu problemin ortaya çıxma ehtimalı 30%-dir. Olma ehtimalı var. Ona görə də hər zaman demişəm, yenə də deyirəm mütəmadi çıxışlarımda və s. ailədə ürək qusulu uşağı varsa, yoldaşı hamilə qalınıysa mütləq surətdə ana bətnində uşağı ürək yoxlamaq lazımdır. Bəzi qusurlar var ki, biz heç bir şey eləmirik, saxlayırıq. Yəni, dünya gəldikdən sonra özünə bağlanır. Misal, o qədər elə pasiyentlərimiz olub ki, ana bətnində baxmışıq, qusur demişik, kiçik mədəcik qaz-çəpər defekti və s. və ilax. Zaman ərzində onlar keçib gedir. Ancaq bəziləri isə yəni, ciddi müdaxilələr tələb olunanlar da var. Ona görə də ailədə bir ürək qusuru uşağı varsa, mütləq surətdə qadın hamiləlik dövründə özünü yoxlatdırmalıdır ki, bilsinlər, inkişaf edən uşaq nə kimdir, necədir. Valideynlər həmişə belə bir halla qarşılaşanda istəyirlər ki, övladlarındakı olan bu xəstəlik öz-özünə sağalan xəstəlik olsun. İstəyirəm bu barədə tamaşaçılarımıza məlumat verək ki, öz-özünə sağalan ürək xəstəlikləri hansılardır? Xayla xanım, öz-özünə sağalan kiçik qusurlardır. Mədəcik qaz-çəpər defekti, qulaq-çəpər defekti, yüngül darlıqlar, botalaq acançı qalması və s. Yəni onlar kiçik problemlərdir. Yəni onlar əhəmiyyətsiz problemlərdir. Ona görə də qusur deyib də evdə yas tutmaq lazım deyil. Bəziləri qapalı əməliyyat olsun, açıq ürək əməliyyatı olsun, müdaxilə tamamilə aradan qaldırılır və normal insan həyatına çevrilir bu insan. Ona görə də yəni, valideynlər ondan öz-özünə bir panika edib qatılmaqdansa, vaxtında həkimə müraciət eləsin, həkimlə gerəkən nə isə onlara köməklik göstərəcək. Bu qədər qısa, yəni çox da konu dərinə girdikcə insanların fikri dağılır. Mən burada amalım, məqsədim bu insanlara doğru, düzgün bir informativ məlumat vermək. Yəni sizin uşağınızda ürəkdə qusur aşkar edilsə, birinci onu uşaq kardioloq dəyərləndirməlidir. Uşaq kardioloq müayinə eləməlidir. Uşaq kardioloq rəyi önəmlidir. Böyük kardioloq o işə baxmır. Yəni onu bilmiş olun siz. Uzaq durun o işlərdən. Və mütəxəssisin fikri hər zaman üstündür. Uşaqda əgər ürək qüsuru aşkarlanıbsa, bu uşaqlar ümumiyyətlə daim həkim nəzarətində mi qalmalı və daim dərman mı qəbul eləməlidir? Xeyr, elə asla elə bir şey yoxdur. Bəzi ürək qusurlar zaman ərzində keçib gedir. Yəni biz müalicə edirik, əməliyyat edirik, yəni və özündən keçib gedənlər də onlar asla elə bir şey yoxdur yəni. Bizim məqsədimiz bu insanı normal həyata çevirmək. Bizim məqsədimiz deyil ki, bunu anormal hala qoymaq. Fikrimi izah eləyə bildim. Ona görə də yəni bu şeylərdən uzaq durulsun. Yəni uşaq problemi var, vaxtında müdaxilə edilsin. Müdaxilə etmə ehtiyac varsa açıq və ya qapalı. Ondan sonra isə problem nə isə aradan qalxacaq və bitdi. Və bir məqam da var. Bəzən olur ki, irsi yolla hamiləlik dövründə aşkarlanır. Bəzən də olur ki, ana bətnində ana hamilə olan zamanı etdiyi hansısa bir hərəkətlərmi deyim, yediyi hansısa bir qida mı deyim, yaxud qəbul etdiyi dərman uşaqda o qüsuru formalaşdıra bilərmi? Kəsinliklə. Anadan yemək ürək qusuru oluşmasında 15 faktor var. Genetika onların da 15-dən biridir.
Yəni burada düzgün qidalanmama, vaxtında keçirdiyi infeksion xəstəliklər, yəni sırf qadının erkən hamiləlik, gec hamiləlik, yəni bunlar çox önəmli faktordur. Qidalanma təəssüf ki, anadan gəlmə ürək qusuru oluşmasına çox önəmli faktor təşkil edir. Yəni yediyi məhsullar, gündə bir sosial şəbəkədə oxuruq, yazırlar ki, bu məhsul tərəyağı deyil, yəni palma yağından hazırlanır və s. Gedib marketdə alırsan tərəyağı adı ilə, baxırsan ki, kimyasal məhsuldur. O kimyasal məhsulu da o inkişaf edən dölünə ciddi dərəcədə mənfi vurur. Düzgün orqanik qidalanma tövsiyə edərəm. Məsələn, həmin qidalar normal insanda problem yaradırsa, deməli döldü də müəyyən problemlərə səbəb ola bilir. Kesinlikle. Yəni problem odur ki, kromozom inkişafına, uşaq o dölün quruluşuna ciddi təsir göstərir. Yəni ona görə də yəni bacardığı qədər bu broiler toyuqlardan, çünki bir ay içində bir yumurtadan bir kilo yarımı toyuq oluşursa, bu kimikatlarladır, gübrələrlədir və yeyirsən dadı yox, bir şeysi yox, yəni özəlliyi yox. Ona görə də bunlardan uzaq durulması tövsiyə olunur. Əslində belə deyirlər də, geni dəyişdirilmiş məhsulları yediyimiz zaman əslində bizim də genlərimiz getdikcə dəyişməyə başlayır. Təbii ki. Yəni mən bu yaxınlarda bir yerdə oxudum, tam xatırlamıram, sosial şəbəkələrdə kəsinliklə oxuduğum bir şeydir. Kitayda artıq süni yumurtalar üretmeye başlayırlar. İndi fikirləşin ki, yiyəcəyiz, indi harda biləcəksən ki, bu təbii yumurtadır, yoxsa süniləşmiş bir məhsuldur. Süni ətlər də mən bildiyim qədər bəli, işləməyə iş başlayır. Və hətta fast foodlar vasitəsilə başqa ölkələrə də paylanılır. Təəssüf ki, məsələn, özünüz bilirsiniz ki, bir-iki ay bundan qabaq McDonald's-da Amerikada böyük bir məhkəmə bir vətəndaş qazanmışdı ki, istifadə etdiyi məhsullar ət deyil. Yəni bir xəbər oxuduq və o adam məhkəməni qazandı. Yəni bu düzgün məhsul deyil və problemlər yaradırlar bunlar. İstifadə etdiyimiz istəyirəm dərmanlardan danışaq. Bəzi insanlar var ki, məsələn, baş ağrıdı, tez dərman qəbul edir, ya hansısa bir yerində problem olan kimi tez həkimə qaçır, normadan artıq bəlkə də dərman qəbul. Ümumiyyətlə bu dərman istifadəsi də uşaqda hamiləlik, məsələn, ana qəbul edibsə problemlər yarada bilərmi? Xəylə xanım, gəlin onda belə mən o barədə qısa məlumat sizə verim. Hamilə qadın fərqli bir insandır. Digər insanlardan. O iki canlıdır. Gerçekten iki canlıdır və 3 canlıdır və ən azından 2 canlıdır. Onun bədənində bir inkişaf prosesi gedir. Bəzi qadın deyəlim ki, nevroloji problemi varsa, uzun müddət nevropatoloq qabında qalıbsa, etdiyi müalicələr də onun bir fəsada gətirib çıxara bilər. Ancaq onun da mütləq şəkildə ailə planı isə ki, uşağı olsun, nevroloji, psixomotor pozğunluğu aparılan dərmanları o müayinə edən həkimlə əvvəlcə konsultasiya etməlidir. Çünki hamilə dövründə onları içməyi o dövrdə böyük bir fəsad verəcəyinə, sadəcə ürək deyil, digər orqanlara da verəcəyinə ehtimal var. Bu bir. İkincisi, hamilə qadın qaldı. Eyvallah, Allah vaxtını artırsın. Ondan sonra isə qadın bəlli dərmanlara sadəcə istifadə edə bilər. Yəni hər ağrı kəsdiyi zaman birincisi orada qeyri-steroid istifadə etmək olmaz artıq. Sadəcə istifadə edə biləcək parasetamol növ dərmanlardır. Çünki uşağın inkişafına təsir göstərir. Deyirəm, bu yanaşıq xəstəliklər varsa artıq öz başına əlimi atım siyirtmədən falan dərman içib, nənəm içirdi, atam içirdi, babam içirdi ki, xeyri vardı. Mənə də varsa, asla bu tür dərmanların istifadə etməyi tövsiyə olunmur. Bir də istərdim bir məsələyə toxunaq. Hamiləlik dövründə uşaqda ürək qüsuru aşkarlanıbsa, valideynlər bəzən sırf uşaq kardioloqlarına yox, böyük kardioloqlara, böyük şəxslərə baxan kardioloqlara müraciət edirlər. Uşaq xəstəlikləri ilə böyük xəstəliklər arasında bilirik ki, yəni fərqlər çoxdur. Uçurum qədər fərq var. Yəni, misal verim sizə, ümumi cərrahi ilə uşaq cərrahisi oxşarlığı nə qədərdirsə, uşaq kardioloqun, böyük kardioloq oxşarlığı o qədərdir. Uşaq nevropatoloq ayrı bir ixtisasdır, böyük nevroloji ayrı bir ixtisasdır. Yəni, özət olaraq uşaq kardioloji ayrı bir sənətdir, ayrı peşədir, ayrı bir məktəbdir, ayrı bir elmdir. Ona görə də yəni, biraz ondan, biraz bundan, məsələn, hər zaman mən Azərbaycana qayıdan günlərdən belə artıq 15 ildə buradayım. Belə nə fərqi var, ürək dedirəm, o zaman veterinar da, yəni, baxsın da uşaqlara da. O da 4 kamerayla işləyir. Bu nə təkrar sual, cavabdır. Deyirəm, sizin verdiyiniz mentalite ilə bu mentalite eynidir dedim. Onda da 4 kameradır, dövrü eynidir, girən çıxan damarlar bəllidir. Yəni o zaman onlar da daha dəyərləndirə bilər, fikir sahibi ola bilərlər. Dediğin zaman, o zaman bu sərt cavabım onları bəzi şeyləri düşündürür. Ancaq təəssüf ki, uşaq kardiologiya dünyada
Deyirlər, Azərbaycanda yeni peşədir, artıq ixtisas dövrü veririk, 5-6 ilin sənətidir, dövlət tərəfindən təsdiqlənmişdir, onaylanmışdır, məsələdir. Ancaq yenə də bəzi həkimlər, bəzi valideynlər hələ günü bu günü, yəni ya bilmirlər, ancaq valideyn bilməyə də bilər. Eyvallah, mən ona razıyam. Ancaq müayinə edən insan, öz aqidəsini hörmət edən insan uşağa baxmaz. Böyük kardiologdursa, mən necə böyüklərə baxmıramsa, çünki onun peşəsi deyil. Belə bilər, yüzeyəl. Yəni, elm o qədər inkişaf edir ki, biz belə günlük ədəbiyyatı oxumasaq, günlük elmi takib eləməsək, biz öz işimizdə də geri qalırıq. Onlar yalandan 4 kamera baxıb, defektləri görürlər, darlıqları görürlər və hələ də utanmadan rəy də verirlər. Xəstə gəlir bizim yanımıza, biz təyinatını veririk, sonra tanış böyük kardiolog kimisi yanına gedir. Bizim dediklərimizə tam əksinə, valideyni o anda xoş olacaq ifadəsini eşitdiyi sözlərə təsdiqləyir və itirən o körpəli olur. O qədər başımıza gəlib ki, demişik, təcili müdaxilə eləmək lazımdır. Saatlarca xəstə ilə, valideynlərlə başa salırıq, ikna edirik, anlayırlar. Tamam, gün təyin olunur, gəlir. Vaxtı çatanda köməkçilərimiz zəng gelir ki, sizin vaxtında vaxt gəlsin. Yox, biz getdik filan kəsin yanına. O dedi, hələ də gözləyək. Heç bir valideyn, biz də dahil, istəməz uşağı müdaxilə təbir olunsun. Doğal təbiidir, onun parçasıdır, canlıdır. Və hər kəs xoş söz eşitmək istəyir. Ancaq xəstəlik onu elə davranmır. Yəni, bəzi adamlar bizim yanımıza gəlir, ciddi şikayətlə baxırıq, heç bir şey yoxdur, sevincini ağlayırlar, gedirlər. Bəzi adamlar gəlirlər ki, tam tərsinə, deyir ki, çarəsi budur, yəni. Xoşuna gəldin, gəlmədin, biz insana görə davranmırıq. Məsələn, dünənki pasiyenti, babası, o qusardan gələn pasiyenti, babası dedim ki, qardaşım, mən bir gerçəyi sənə deyəcəm. Acı da olsa bir gerçək dedi. Təbii ki, şirin yalandan, ziyarlı bir adam idi. Şirin yalandan gerçək acı eşitmək fayda var. Bu uşaq, yəni 3 dəfə əməliyyat keçirəcək. Hər əməliyyat dövründə ölüm payı yüksəkdir və əməliyyat olandan sonra o sən 0 uşaq olmayacaq. Çünki sol ürək boşluqları inkişaf eləməyib. Onların yaşam tarzı təxminən 25-26 yaşına qədərdir. Mütəmadi dərmanlarla yaşayırlar və s. və l. Yəni, bunu siz bilin, hansı yola çıxdığınızı fikrimiz ayrı və çox bahalı əməliyyatlardır. Hərəsə bir 20-30 min pul tutacaq dəyərində əməliyyatlardır. Babası mənə dedi ki, doktor, düz deyirsən, acı da olsa biz bunu bilməliyik. Hansı yola çıxmalıyıq, yoxsa mən onun başının altına sıvaqlayıb, hər şey yaxşı olacaq, 5 gün sonra uşaq tələf olandan sonra, doktorum, sən bunu mənə niyə demədin? Ona görə də mütəxəssislər hər zaman acı da olsa gerçəyi demək boynumuz borcudur. Çünki öz işimizə məşğul oluruq. Mən dəfələrcə pasiyentlərin valideynləri yaxınlar, doktor, mən də sinəm ağrıyım, mənim də ürəyim ağrım var. Siz də baxın, fikrinizi bildirin, yəni sizə çox etibar edirik, sizə güvənirik, sizin dürüstsünüzə, şəf olun. Biz sizinlə var, mən uşaq kardioloqam. Mən baxa bilərəm, yəni eyvallah, bəlli bir yerə qədər. Ancaq mənim elmim, mənim təcrübəm, mənim bilgim, yəni böyük kardioloqun bu işin mütəxəssisi qədər deyil. Yanımda böyük kardioloq varsa, mən niyə birincisi dağ başında yaşamıram ki, yanımdakı otaqda oturum? Qoy o baxsa, yəni infarktın çeşidləri var. Bəziləri heç bir şey eləmək lazım deyil, bəziləri ciddi müdaxilə eləmək lazımdır. Niyə, nədən? Ona görə də bu çox böyük bir abesdir. Artıq 15 ildir Azərbaycandayam, 15 ildir bunu aparıram mübarizəni. Hər halda yenə də məcbur qalıb aparacağıq ki, insanlar maariflənsin, uşaqların talehi ilə oynamasınlar. Təəssüf ki, dövlətdə də belə ucqar yerlərdə o ayrı məsələ. Yəni, uşaq kardiologiya ayrı bir ixtisasdır və tamam, 5-10 nəfərik biz ölkədə hal-hazırda. Ancaq bölgələrdə varsa, eyvallah, çox hörmət elədiyim insanlar var. Video konferans yaradırlar, görüntü göstərir. Doktor, mən bunu belə görürəm, ancaq sizin fikriniz mənim üçün daha önəmlidir. Mənim üçün o qədər başucalığıdır ki, yəni sən işi mütəxəssisi ilə öz fikri mübarizəsini aparırsan. O daha gözəl, daha dəyərli bir informativ məlumatdır bizlər üçün. Ancaq yox, bu adam səhv deyib, mən deyən olmalıdır dediyi zaman yenə itirən o körpə olur. Başqa heç kim deyil. Valideyn o adamın sözünü eşidir, xoş ifadəni, gözləyin. Təbii ki, gözlədiyi zaman hemodinamika problem varsa, ürək qüsuru varsa, onun heç bir zaman öz-özünün bərpa olmayacaq. Yəni, bərpa olmayan dövlərdən söhbət gedirsə. Xəstə ağırlaşacaq. Ağırlaşdığı zaman artıq valideyn görür ki, bu normal getmir. Yenə də məcburiyyət qarşısı həkimlərə müraciət edir. Yəni, bizə və ya başqa uşaq kardioloqa. Biz də artıq nə varsa eləyirik. Yenə itirən hər zaman o körpələrdir. Uşağın o canı olsa var ya, o ağlamaqla onlara o qədər şeylər deyərdir ki, keşke o ağlama bir sihirli güc olsa, bir dilə çevrilsə,
o onu anlatardı ki, mən nələr çəkirəm və nələr edilməsi lazımdır. Biz böyük insanlar, bizim şuurumuz təbii ki, o körpələr kimi deyil. Biz hər şeyin fərqindəyik. Ancaq onlar, yəni o deyil, onlara muhtaç olan insanlardır. Kimisə valideynə, düzgün qərarına muhtaç olan insanlardır. Bəzən də valideynlərin məsuliyyətsizliyi ilə Kesinlikle var. qarşılaşırsınız siz. Çox kontrol müayinəsi verirsiniz. Elə həssas yerimizə bizə vurursunuz ki, yəni içimiz doludur. Deyir ki, 3 ay sonra kontrol müayinəyə gəlir, 3 ildən sonra gələr. Niyə gəlmir? İndi gəlmirsən. Ancaq vaxt tapa bildim. Özellikle bu rayon cəmaatı. Bakıda da olur. Yəni iş var, güc var falan filan dərkən. Ancaq mən də onlara həmən konkret bir sərt cavab verirəm. Kimisə toyu olduysa, səni çağırsa ki, falan vaxta gəl. İş yerində bir əməkdaşın, qohmun, tanaşın və s. Gedəcəksən, məcburan deyir. Məcburan. Niyə deyir? Niyə məcbursan? Adam var, üzə gəlir, abır var, haya var, hörmət, izzət var, qomaq rəbədə falan. Deyirəm, sən onu ünsiyyətə görə məcburiyyət sayəsən getirsən. Axı bu sənin evladındır. Niyə sən bunu kontrolunu həkim deyən şey ki, ay şey getdi qonşular deyirlər ki, öz-özünə keçib gedəcək də. Həkimlər yalandan çağırırlar. Belə bir ifadə var. Yəni güvənsizlikmi deyim sizə, həkimlərə bir inamsızlıqmı deyim sizə, belə bir ignor bir düşüncə ilə var. Həkimləri özünə xalq düşmanı görürlər. Həkimləri özlərinə qarşı biz, yəni güya onların gələcək oynayan insanlar gözüyle görürlər. Nədənsə elə bir anormal bir düşüncə var. Deyirəm, kimisə yası oldu, getdi, mütləq getməliyəm falan filan. Və öz evladı üçün niyə vaxt ayırmırsan? Biz elə bir dövrdə yaşayırıq ki, hər şey online'dır. Qabaqcan qabıla vaxt təyin elə. Sənin maksimum nəqliyyat vasitən olacaq gəlməyin. Vaxtın təyin edəndən sonra yarım saat, maksimum yarım saat gəl, yarım saat get, 1 saat. Yəni 2 saat, 3 saat sən o dönəmində evladına vaxt ayıra bilmirsənsə, ancaq kimisə məclisinə, məcburiyyət qarşısı, ünsiyyət qurmağın, ki, salam əleykum, böyle indi rütbə var, vəzifə var, mən də böyük vəzifədə işləyirəm, onun altında işləyirəm, getməsəm sabah mənə işlə tərsinə baxar, xeyir şəhərində, ona qatlanırlar, ancaq öz evladlarına, yəni də laqeyd davranırlar və gerçəkdən çox acınaqlı və yazıram 3 ay sonra kontrol yazıram. Şimdi mən bildim 3 ildir. 3 görmüşəm o ayı ili, yəni özünə hər zaman bir bəraət kazanmağa gayret göstərən bir kategor insanlar var və yəni özlərini o kategor insanlar, Xəyala xanım, mən sizə deyim, mən neçə il işləyirəm, neçə minlərcə insan görmüşəm və görürəm də, özünə çox razı insanlardır. O tip kategoriya, yəni həkimin sözünün dəyər verməyən kategoriya insanlardır. Mən iki tür kategoriya insanlardan biraz uzaq durmağa çalışıram. Vaxtına qabula yazılıb gəlməyən insan növündən, çünki o işin məsuliyyətinə yanaşmır, bir də belə laqeyd olan pasiyentlərdən. Çünki sonra bizim adımız çıxır ki, biz getdik İmanovun yanına, İmanov bizi düzgün müalicə eləmədi. Deməyəcək ki, bədbaxt olub bədbaxt. İmanov sənə deyibsə, vaxtına gəl, sən niyə vaxtına gəlməmsən və kontrol vaxtı təyin edibsə, ona gəlməmsən, randevuyu gecikirsən, məsuliyyətli yanaşırsan. Mən hər zaman bir misal verirəm, yəni prokuror sən vaxtı çağırırsa istintaqa və ya polis çağırırsa idarəyə, qaça-qaça gedirsən. Həkim sənə saat 11-ə randevu verirsə, sən niyə saat 3-də gəlirsən? Və işdəsiz də deyirəm, deyəm, sən deməklədir, mən protokol xəstələrim var, randevulu insanlar var. Biz o dövrdə yaşayırıq, yəni biz qapımızı ağzına suni bir tıxac yaratmırıq ki, yəni o Sovet dönemində idi, yəni o vaxt bu intellekt yox idi, bu düşüncə yox idi, bu müasir yəni dövr yox idi. İndi hər şey onlaynlandır. Randevu alırsan 11:45-ə, yaxşı 5 dəqiqə, 10 dəqiqə gecikir və ya gecikirsənsə ən azı bir xəbərdar et. Çünki sən 5-ci adamsansa, səndən sonra 6-cı var, 7-ci var və ya sən önündəkilər var. Yəni biz işimizi ona görə tənzim eləmək. Hər şey artıq onlaynlaşıb yəni hər şey artıq o dövrdə yaşayırıq. Biz gələrik, dedim, gəlirsən mən bu saatı səni qəbul edə bilmərəm, gözlə. Ən sonunda səni alıram və bəzi zamanda onlar onda başa düşürlər ki, biz kimlərin yanına gəlirik. Yəni artıq bütün dövlət xəstəxanalarda da qəbul onlaynlandır. Yəni yeni klinik olsun, böyük tibb mərkəzlərimiz olsun, gedirsən, çeki alırsan, gözləyirsən. Yəni növbədən kənar giriş yoxdur ki. Müasir dövrdə biz yaşayırıq. Yəni tələbə biz yorğana görə ayaq uydurmalıyıq. Yəni sən o ufqunda qalıbsa, bu 9-dan 5-ə qədər işlədirsə, yəni gedərəm də nə vaxtsa mənə baxar. Xeyr, mən sənə görə tənzimləmirəm. Əməliyyatlar var, randevu var, reanimasiya xəstələri var və s. Biz ona görə də işimizi bir proqramlaşdırırıq. Deyəlim ki, mən saat 2-yə qədər poliklinika randevu var, 2-dən sonra əməliyyatlarım var. Sən canı istədən vaxt gələrsənsə, bu işlədirsə, yəni əməliyyat vaxtında oturub gözləyəcəksə, mən işin bitdiyi zaman
Məsələn, o zaman qəbul edə bilərəm. Yəni o tür xəstələr də təəssüf ki, yəni köhnə şuurlar deyil də, bunlar daha çox gənc insanlardır. Yəni bizim xəstə kateqoriyamız, yəni orta kateqoriya 25, 30, 40 yaşlı valideynlərdir. Yəni bizdə bu yaşdan balacalardır. Mən bunu gənc köhnə şuur deyə də bilmərəm. Yəni sadəcə getdiyi insanı biraz küçümsəmə. Nədənsə həkim ekolu hələ də Azərbaycanda hüquq mühafizə olan peşələrdən daha geridədir. Ancaq insan həyatı ən vacib şeydir. Əslində mən deyərdim bu laqeydlikmi deyək, inamsızlıqmı deyək, sırf məsələn əgər problem özlərində varsa, zaten qaça-qaça onu gedib həll eləyirlər. Amma uşaqda olan vaxtı öz canı deyir axı. Bilirlər. Deyirəm bax öz canı deyir. Özündə böyrək sancısı tutsa, yəni mədə ağrısı tutsa, pankreasit tutsa, təcili ağrısı, gedir saat 3-də də bir yerə çarə tapmağa çalışır. Ancaq öz canı deyil axı, bədəni ağrımır. Və ya deyəlim ki, bir travmatoloq yanına getdi. Travmatoloq deyir ki, bir aydan sonra gəl gipsi çıxardacağam. O saatları sayır ki, o gipsi nə vaxt çıxaracaq. Yəni ondan tez də gedir. Zəng edir ki, mən tez gələ bilərəmmi? Yoruldum falan filan. Öz canıdır. Ona diskomfort hiss edir. Və ya stent qoyulduysa uroloji tərəfindən ona diskomfort yaradır. Həkimə zəng edir ki, mən bir daha tez gəlsəm olarmı? Çünki öz bədənində diskomfort hiss edir. Ancaq o birisi can, o sadəcə onu düşünə bilər. Mən onun üçün deyirəm də, o uşaqların körpə ağlamaları ilə dilə biz çevirə bilsək, onlar nələr dediklərini valideynlərinə çox gözəl bir senari olardı. Əslində deyirlər, uşaqlar hər şeyi anlayır. Kesinlikle. Kiçik aylardan belə. Sadəcə biz onları dinləyə bilmirik. Yox, dinləmək istəmirik. İstəmirik. Yəni, hər ağlama növü bir ifadədir. Bir uşaq ağlayır, anası, atası üçün darıxır. Bir ağlayır, ağlama növləri var da. Ağlama, onu biz uşaq həkimləri olaraq bilirik. Ağlama növləri, diskomfortu var, bezini kirlətib və s. və ilaxə. Bir ağlama növü var ki, darıxır. Yəni, onlar ağlama çeşidlərinə görə biz yəni uşaq həkimləri olaraq bunun nə tür sancı çəkib ağlaması başqa şeydir. Tək qalıb, qucaq istəyir, ilgi istəyir. Yəni, görsə ağlı tək gəzir. Bir də xoş sözü deyirsə, o səs sənin səsini, ata-anan səsini tanırsa, həmən başlayır gülümsəməyə. Yəni, o ayrı bir şeydir. Və ya altı kirlidirsə, yəni də məni dəyişdirin, yəni də yerim diskomfortdur, başqa ağlamalardır. Yəni, bu ağlamaları bir dilə çevirsəydik, çox gözəl bir ifadələr ortaya çıxardı. Ona görə də valideyn öz uşağını tanımalıdır. Tanımaq istəyirsə, yəni istəmirsə, o artıq biz zorla bir şey eləyə bilmərik ki. İstəyərdim ki, sonda məsuliyyətsiz valideynlərə bəzi tövsiyələrimizi verək. Nə tövsiyə verəcəm ki, evlad sizindir. Yəni, dəyərinizi bilin. O qədər evlad həsrətində yaşayan insanlar var ki, laqeyd davranırsınız. Həmən geçən o tür kateqoriya insanlarda uzaq durmaya çalışıram. Niyə? Çünki onlar bizim sözümüzü, mütəxəssis sözünü dəyər vermirlərsə, yenə itirən körpələr olur. Sonra da deyirlər ki, həkim günahkardır. Ulan, həkim səni neynəsin? Vaxt təyin edir, gəl, get. 3 ay deyib 3 ildən sonra peyda olursansa, yaxsa 3 ay deyib 4 ay anladım da, yəni bir şey olar, insan force major və s. Ancaq ayı illərə çevirib, canın görünü istəyədə və uşaq göz qabağının ağırlaşdı gördüyü zaman gəlirsə, yəni biz nə deyə bilər ki o insan? O şuuru onu qəbul edir. Yəni ona görə yəni, evlad gerçəkdən çox önəmli bir şeydir ailədə. Çox önəmli bir faktordur. Ailənin demək olar körpüsüdür hər konuda. Huzur, sevgi, bərəkət, nimət bu önəmli bir faktordur. Onu həsəd yaşayan o qədər insanlar var ki, yəni də evlad görüb də kəşke mənim evladım olsun həsəd. Ona görə evinizdəki nimətini, bərəkətini, qədrini bilin. Və hər zaman son sözüm işi mütəxəssisinə başvuran. Uşaq travmatologiya ayrı bir şeydir, böyük travmatologiya ayrıdır. Uşaq cərrahisi ayrıdır, böyük cərrahisi ayrıdır. Uşaq ürək cərrahisi ayrıdır, böyük ürək cərrahisi. Yəni uşaq ayrı bir dünyadır. Uşaq dükanları belə ayrıdır. Siz böyük paltar satılan yerdə uşaq paltarı görə bilirsinizmi? Xeyr, görəməzsiniz. Çünki uşaq aləmi var. Bizim Sovet dönəmində biləsək, Ces kimi deyilən dükanlar var idi. Biz oradan giyinərdik. Sovet dönəmində. Çünki uşaq ayrı bir sənətdir, pediatri ayrı bir sənətdir, terapevt ayrı bir sənətdir. Yəni, hər işin bir mütəxəssisi var. Ona görə də son sözüm olaraq nə olsa olsun, işi mütəxəssisinə başvurmanız vacib amillərdən birisidir. Hörmətlə. Təşəkkür edirəm Elnur həkim, çox sağ olun. İzləyicilərimizə bildirmək istəyirəm ki, suallarınız varsa şərh bölməmiz açıqdır, buyurub yaza bilərsiniz. Videonun üzərində əlaqə nömrəmiz də qeyd olunub. Həkimlə əlaqə saxlamaq istəsəniz, həmin nömrəyə zəng vurub, yaxud da ki, mesaj yaza bilərsiniz. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti videolarımızda görüşənədək.